Allah yolunda sevdiğimizden çətin də olsa keçmək. Ancaq söz burada qaldı ki, siz demişkən Bəli. dildə rahatdır, əməldə çox çətindir. Əməldə çox çətindir həqiqətən və əsas nöqtəni çatdırdıq ki, yəni böyük işlərdən başlamaq lazım deyil. Əgər biz istəsək ki, böyük işlərdən başlayaq, həmişə işimiz yarım qalacaq. Davamiyyətli görə bilməyəcəyik bu işi. Amma ixlas, niyyət və davamiyyətli bir işi görmək həqiqətən də yəni əməllərin qəbul dərəcəsinə çatdırır. Baxın, hətta yəni Ramazan ayının orucunu tutduqdan sonra Allah Taala bizim əməllərimizi hansı əməllə qəbul edir? Axırda nə istəyir bizdən? Baxın, bir ay biz ibadət edirik, axırda bayram günü deyir ki, namazı qıl və yaxud zöhr azanına qədər biz nə etməliyik? Fitrə zəkatı verməliyik. Kimə verməliyik? Fitrə zəkatını yoxsul şəxslərə, ehtiyaclı şəxslərə, fəqirlərə verməliyik. Yəni bizim əməlimizin bir ay ac qal, ibadət elə filan, axırda yenə Allah elə məndən istəyir ki, fəqiri düşünüm. Yəni aparım ona zəkat verim. Öz yəni zəkatımı çıxardım, fitrə zəkatımı verim. Bəli, bəli. Baxın, yəni bu məsələ çox aydındır. Allahın yəni insanlara diqqəti, yoxsul şəxslərin qayğısına qalması və bizim başqalarına ehsan eləməyimiz, bəxşiş eləməyimizin əhəmiyyətini çatdırır bizə həqiqətdə. Və böyük şeyləri gözləmir bizdən, sadə bir şeylərlə hesablanır. Fəqirsənsə, məsələn, filan şeylə hesabla, buğdayla hesabla. Əgər imkanın varsa, məsələn, kişmişlə hesabla. Yəni, hərənin öz şəraitinə uyğun da yol qoyur bizim üçün. İslamda çətinliklər yoxdur, İslamı çətinləşdirənlər var.